Hər kəsi salamlayıram. Deməli, Fərəhin saxlanılmasından danışaq ki, deyirsiniz Fərəh saxlanıldı. Allaha çox şükür, Fərəh saxlanılmayıb. Çünki Fərəhin heç bir günahı yoxdur. İzahatımı yazdım qısa və net olaraq. Cəriməm nədirsə onu verəcəm. Onun, yəni bir çoxunuza aidiyyatı yoxdur. Sözüm buradan sadəcə bir çoxunuzadır. Demək istəyirəm ki, Fərəhin dünənləri bu söhbəti həll oldu. Ay özünü böyük sayıb, məndən yaşda həqiqətən böyük olanlar, özünüzə böyük kimi birazca bu boyda hörmət qoyun. Çıxıb efirdə mənə kimsə ixtiyar verməmişəm ki, tərbiyəsiz desin. Tərbiyəsizsiniz. Siz nələrisə təbliğ edirsiniz, biz cavanlar sizdən öyrənirik. Bu bir. İkincisi, bu verilişdə dünənləri söhbət bağlanmışdı. Nə var ikinci dəfə bu verilişdə söhbət açılır, yenə də qloballaşır. Niyə? Səbəb nədir? Reytingləri qırmaq, çünki bu söhbət bir söhbət oldu. Всё, bu reytinglər qoy dağılsın. Ayıbdır. Arada özünüzə hörmət qoyun. Arada özünüzdən